Hörmətli tamaşaçılar, adətən qatara zamanın rəmzi kimi baxılır. Biz də istisna deyilik. Bir dəfə də belə bir qatarla tariximizdən keçib gəlmişdik. Məqsədimiz yenə həminkidir. Hardan gəlib hara çatdığımızı növbəti dəfə göstərmək. 30 il adı məğlubiyyətlə yanaşı çəkilən Azərbaycan indi bütün dünyada yeganə respublikadır ki, zəfərlə eyni mənanı daşıyır. Qatardayıq, yaşayırıq, xatırlayırıq, unutmamaqdan ötürü. Bu qatar indi Ağdama gedir. 2025-ci ildən gələcəyə. Amma mən sizi keçmişə dəvət edəcəyəm. 1993-cü ilə Bakıdan Ağdama qatarla son dəfə məhz 1993-cü ildə getmişdik. Günü, saatı tam yadımda deyil, amma ya mayın axırı idi, ya iyunun əvvəli. Ermənilər Ağdamı tez-tez atişə tuturdular. Daha çox da qradla vururdular. Dolu filmində olduğu kimi. Şəhəri tərk eləməyə başlayanlar var idi. Bütün Qarabağın dözüm və dayaq nöqtəsi tək tanıdığımız Ağdamdan köçün başlanması hamımızı narahat edirdi. Çünki beynimizdə Ağdamlı obrazı həmişə qorxmazlıqla, cürətlə, bu yerlərin cavanların atıb vuran olması ilə müşayiət olunurdu. Ermənilər daima Ağdamla əlaqədə olmuşdular. Ağdamın nə olduğunu yaxşı bilirdilər. Və Ağdamın tarixini də yaxşı bilirdilər. Ağdamın geçmişini də yaxşı bilirdilər. Ağdamın insanlarının da nə qədər dəyanətli, nə qədər cəsarətli olduqlarını da yaxşı bilirdilər. Beləcə, həmişə içimizdə bir arxayınlıq var idi ki, Ağdam yerindədirsə, erməni bizə heç nə eləyə bilməz. Amma indi artıq Ağdamın tərk edilmə prosesi başlamışdı. Doğrusu, içimizdə buna inanmırdıq. Elə 1993-cü ildə, may ayında ya iyunun əvvəlində Ağdama da daha çox o umuddan gedirdi ki, təksib eləməyə məcbur olaq, sakinlər yerindədir deyək, narahat olmağa əsas yoxdur deyək. Hər halda özümüzü ona hazırlamışdıq. Amma belə olmadı. Ağdam doğrudan köç üstündə idi. Şur Ağdam. Həyat var ya burada ağılır. Nə qədər yaşayırlar hə. Sağ zaman. Ha, onu ne kadar ağılır. Ha, gitti ya. Çörəkdə adam yoxdur burada ya. Bizim Bakıda çörəkdə cəmaət qırır bir-birini. Pasajı öz aramızda desem düzeldiler axı ya. Şimdi yok. Ben de yaxşıyam ha. Sıfır veriyorsun ha. Tamam döner bu. Ağzını da kesme. Bu ezamiyyət zamanı çəkilişi təkcə Ağdamda aparmamışdıq.
böyük bir ərazini əhatə edən cəbhə xətti boyunca çalışmışdıq. Yüksəkliklərə də qalxmışdıq, yaralılarla da görüşmüşdük. Bakıya qaydanda studiya kimi kupeni seçmişdik. İndi isə 2025-ci ilin may ayında Ağdam marşrutu ilə hərəkət edən qatardayıq. Tarixə səyahət edirik. Bu qatar 1993-cü ilin qatarına heç yeri ilə oxşamır. Nə kupesi, nə dəhlizi, nə də o zaman bizi müşayiət edən tak-tak səsi ilə. 2025-ci ilin Bakı-Ağdam marşrutu ilə həm də 1993-cü ilin may ayının içində yerimizi tutmuşuq. Köhnə, nimdaş, adyallarından özünə məxsus qoxu gələn kupeni yadımıza salırıq. Önümüzdəki masada 2 ədəd çay da var idi. Biri mənim, biri də operatorumuzun. Kameraya salamlaşmışdıq. Salam vətəndaş sərnişinlər. Və əslində biz hələ vətəndaşlığımız yox, sərnişinliyimizi sübut eləməklə məşğuluq. Deyəsiz, qoyub qaçdığımız məntəqələrdə axırıncı dayanacaq axtarışı ilə cilalanmış ovqatımızla biz əslində belə bir məntiqi sübuta getirməyə çalışırıq. Lakin çox az qalıb. Bu o günə çox az qalıb ki, biz təkcə sərnişin tək yox, vətəndaş tək düşünəcəyik. Buyurun, biz sizinlə bir qatarda yol gedirik. Bu təqdimatdan sonra Ağdamı tərk edən insanlarımızı göstərmişdik. Ağdamı qoruyan, hələ ümidini itirməmiş hərbçilərlə, gönüllülərlə söhbətimizdən parçalar təqdim eləmişdik. Qara millətdirimiz adamamaz tanımayacaq. Mayıs. Mayıs. Nə vaxt çıxış edirsən? Mən bir ilə yaxınısın. Nasırın necədir? Yaxşıdır Allah. Özü nə belə qararlı? Belə də şərətimiz belədir. Yuxarıda idi. Hansı rayona gəlmisən? Aslara idi. Çağırıblar ya Hə. könüllü gəlmisən? Yox, çağır. Könüllü var burada? Yox, hamı çağırırsınız da. Çağırsın. Nəyiniz var, nəyiniz yox, nə çatışır, nə çatışmır? Hərbədə nə olanlar. Hər şey çatır. Harada qızışırsınız? Yoldaşımızla burada. Özümüz Blindajınızda işıq zat yoxdur, hə? Və nə ilə orada istilik, işıq düzəldirsiniz? Sərqayla lampa düzəldik özümüzə. Özümüz hər bir şərait yaradırıq. Kiçik mi də, belə inanırsınız ki, qalib gələcək? Siz elə belə bu İnanırıq. vaxtınızı keçirirsiniz. İnanırıq. Kiçik mi, hə? Kişi kimi. Ana, səndən bunlar hasını. O əndəkində, hə? O əndəkində var. Elə bunu qızasınız. Pulla vurur. Gətir bəni bura. Üstüne yürümeyin, durun bir yerde. Gel buralarla. Kaç şey? He. Yazı kurtarmıyorsan. Aşağı sal. Ne varsın? Baş sıracım. Seni tuzarsın oğlum. Kəlbəcərin süqutundan sonra başlamış panikaya, Surət Hüseynovla Elçi bəy iqtidarı arasında baş qaldırmış qarşıdurmanın nəticəsi olaraq bir-birinin acığına boşaldılan mövqelərə baxmayaraq biz əhalinin ümidini qırmamağa çalışırdıq. Bu sözləri deyəndə Ağdam hələ bizim nəzarətimiz altında idi. İnanırdıq ki, verməyəcəyik. Əhaliyə inam, ümid aşılayırdıq. Hətta bəzən əldən verdiyimiz yüksəkliklərin narahatçılığını da almamaq da olar. Çünki nə qədər yüksəkliklə itirsək belə, dünyada ən başlıca yüksəkliyi olan ruh yüksəkliyi bizim əlimizdədir. Bu yüksəkliklərdə görüşdüyümüz, Bakıdakı pərakəndəliyin, qarışıq əmirlərin əlində aciz qalmalarına baxmayaraq, kör təbii olsa da vuruşan, hətta Cəlilabadın Şıxlar kəndinin sakini Sənan kimi tank da vurmağı bacaran əskərlərimiz haqqında yenə də uca sözlər deyirdik və deməliydik də, onlar bundan dəfələrlə artığına layiq idilər. Sənan. Bəli. Bugünləri biz gələndə bizə dedilər ki, indicə bu saat tank vurdular. Bəli. Tankı kim vurdu? Mən vurdum. Sən tək bir gün vuranda? Köməkçim yanında, Şirinov ediləməz. Bəli. Tank nə qədər yaxınlaşmışdı? Harasa 1300 metrə yaxın. Deməli, istəyəndə vurmaq olur da tank. Bəli. Bu sənin vurduğun birinci tankdır, ya indicə Bəli. belə hadisələr olub? İndiyə qədər olub belə hadisə. Birinci gün hansı ki bizi Ağdamdan çıxardıb gətirmişdilər bura. Mən ancaq onu deyə bilərəm ki, deməli, heç natdan qorxmaq lazım deyil. Ermənilər bu cür talpı ilə gəlirlər və bizim millət də bir-iki ulaşsın ərədə tutan kimi dala qaçırlar. Pozisiya tutmaq lazımdır qabaqda. Deməli, əsas məsələ ondadır ki, deməli, postlarda durmaq lazımdır.
Bizimkilərdə bu vərdiş alıb ki, talpı ilə hamısı çəkirlər bir kənarda otururlar, eləyirlər. Bir də onda xəbər olur ki, erməni satıb bunlara. Əslində postlarda oturmaq, mən buna görə komandir rotamca, komandir vзводum Qubadov, Arifə, komandir Adili ilə minnətdaram ki, onlar hər cəhətdən bizə köməkli eləyirdi. Uşaqlar posta durğuzmağa, bu cür şərait, məsələn üçün otaqlar, qızınmaq üçün simentlə təşkil eləyirdi hər cəhətdən. Qalıb ki, mən öz millətimə bunu deyə bilərəm ki, heç zatdan qorxmaq lazım deyil. Erməni bu cür bir tank vuruldu. 7-də bir dənə tank vurulan kimi onlar qorxularından geri çəkirlər. Yüksəkliklərdə ən mürəkkəb şəraitdə qulluq eləyən, soyuğun, çovğunun, qarın, şaxtanın qaraltdığı hərbçilərimizi xidmət başında çəkmişdik, müsahibələr almışdıq. Ne var, ne vəziyyətiniz adam? Necəsən? Yaxşı. Necə vuruşursunuz? Allah. Nədir bu? Nə qapqara qaralmısan burada? Nə düzəlsən? Kaçı qaşıqsan? Yox. Su qızdırdı. Nə? Su qızdırdı. Çay qoyacaqsan sonra? Yox. Vay. Əl üzümü. Əl üzümağı. Bu nədir? Bilindaş. Bilindaş. Ora girmək olar? Orada adam yoxdur. Adam yoxdur. Nastirya necədir? Nə edəcəksən? Allah. Bir şey elə biləcəyik. Ne eləmirik? Əlimizdə deyil. Hansı rayondan sən? Bakıdan. Bakıdan. Hansı rayonundan? Nizami rayonu. Telefonunuz adın var? Bəli var. Salamzat göndərmək istəmirsən qoyun qardaş? Bir anama gəlməz. Göndər də. Ya oğlum. Evin bir dənə oğulsan. Bəs niyə axı evin bir dənə oğullarına əskər aparmırlar? Gətiriblər, özüm gəlmişəm. Özün gəlmisən ya tutub gətiriblər 2 gün Yox, tox. özüm gəlmişəm. Könüllü gəlmisən? Ha vaxt gəlmisən könüllü? 11 aydır. 11 aydır. Evet. Adın nə oldu? İlham. İlham. İlham İsmailoğlu. Oğlu qardaş, uğur arzu edirəm. Sağ ol. Sağ ol. İndicə gördüyünüz bu cavan oğlanların fiziki cəhətdən qarı olan sifətləri qoy sizi çaşdırmasın. Bu oğlanlar bizim məmləkətimizin bugün ən üzü ağ adamlarıdır. O çəkiliş zamanı da həmişəki tək dövlət Azərbaycan haqqında düşünməyi tövsiyə eləmişdik. Sonuncu dayanacağı az qalır və buna görə də nəzərinizə bir daha çatdırıram ki, biz sizinlə bir qatarda yol gedirik. Bu qatarın ofisi də, plaskardı da, kupesi də, SV'si də var. Və Allah eləməmiş mənim jurnalist dostlarımdan biri demişkən, bu qatarda qəza baş versə, onun ofisi də, kupesi də, plaskardı da, SV'si də qəzaya uğrayacaq. Qoy SV'də gedən sərnişinlər elə dərk eləməsinlər ki, bu qəza onlar üçün deyil. Kupenin qarşısında dediyim fikirləri təqdim edirəm. Mətndə Bakıda bir, cəbhə boyu yaşayış məntəqələrimizdə başqa əhval-ruhiyyənin olmasını tənqid eləmişdim. Nə qədər ki, bu lənətə gəlmiş müharibə Azərbaycanın hər bir vətəndaşına eyni dərəcədə həssaslıqla elan olunmayıb, qələbə günü dediyimiz 9 may yox, 1 aprel günü olacaq. Beləliklə, bu sözləri deyəndə qələbə çox uzaqda idi. Düz 32 il keçici idi. Ağdamda dayanmalı olan, Həkəridə dayanmalı olan, Zəngəzurda dayanmalı olan qatarlarımız qaçqın, köçkün düşərgələrində dayanacaqdı. O qatar vaqonların altı da, üstü də yurd yuvasını, ev eşiğini itirmiş insanlarımızın sığınacağına çevriləcəkdi. İndi işğaldan azad edilmiş, yenidən məskunlaşmağa başlayan Ağdama aparan bu yolu müharibə reportyoru Ədil Arifoğlu'nun kadrlarını xatırlamaqla keçək. Bu vagonda 4 ailə yaşayırıq. Oradan aşağıdan yerimizdən durandan yeniriz bura. Yer istidir, vagonda yaşayabiliriz. Vagonun altında Ha, vagondan da yaşayabiliriz. Bu vagonun içərisində məskunlaşmış insanlar daha çox əzab çəkirlər. Bu vagonların içərisində 47-48 dərəcəli isti var. Amma bu istilər, bu soyuqlar, bu vagonlar insanların ümidini hələ ki sarsıda bilmir. Çünki bu insanlar o torpaqlarına qayıdacaqlarına ümid edirlər. Burada nə qədər isti? Bir dəqiqə baxaq. 48 dərəcə. 48 dərəcə. 48 dərəcə isti, yalnız kölgədə. O zamanlar diri-diri cəhənnəm istisinə vasil olmuşların üzü, siması hər yerdə bizi müşahiyyət eləyəcəkdi. Amma bütün bunlara Xocalının, Şuşanın, Laçının, Kəlbəcərin köçkünlərinə Ağdamlıların da qoşulacağını hələ bir neçə ay qalırdı. Biz Ağdamda hələ idik. Ağdamda köç ərəfəsini hiss edirdik. Düzdür, avtomobilin pəncərəsindən yol boyu ənənəvi ömür günlərini sürənləri, necə deyərlər, kəsbkarlığı ilə məşğul olanları da görürdük. Maşından düşür, salamlaşırdıq, hal-əhval tuturduq.
Amma bu o deyildi. İnsanlar artıq ümidlərini itirmişdilər. Hiss olunurdu ki, gedəcəklər, qalmayacaqlar. Biz şəhərə daxil olanda Ağdam növbəti dəfə qıraq atəşinə tutulmuşdu. Kalkar dolana topa götür. Dağıtmayın he. Maşın olsa yesin, olmasa da qalacaq. ...1993-ün Ağdamını xatırlayıram. Ağdamın mərmi atəşinə tutulması nəticəsində qapısının ağzında meyidi qalmış nənənin, üzünün dərisi soyularaq çənəsinə doğru sallanan, pəncərənin barmaqlıqları arasından böyümüş bəbəkləri ilə bizə baxan yaşlı kişinin təsvirləri gözümün qabağındadır. O zavallı sakinin məni harası aparın deyə kömək istəməsini ölüncə unutmayacağam. Niye buna güveyecekti da? Mən deyəndə ki, məkan kimi zamanın da ərazi bütövlüyü var, o da pozulur. Xatirlərimin, yaddaşımın künc bucağında parça-parça, tikə-tikə tökülüb qalan, hər biri də vaxtı, ilin fəsillərini paralayan belə faktları nəzərdə tuturam. Prezident İlham Əliyev Qarabağa hər səfəri ilə həm də zamanın ərazi bütövlüyünü bərpa edir. Onun Ağdam sakinləri ilə görüşündə söylədiyi, hətta qəhərlənərək dediyi sözləri bir daha eşidək. Əlbəttə, Ali Baş Komandan kimi, bütün əməliyyatlara rəhbərlik edən şəxs kimi və bütün işlərə rəhbərlik edən şəxs kimi mənim payım da var təbii olaraq. Amma hər birimizin, çünki xalq arxamda durmasaydı, əgər hər hansı bir müharibə dövründə tərəddüd hiss olunsaydı, yaxud da ki, hər hansı bir fikir ayrılığı olsaydı cəmiyyətdə, bu qələbəni belə şəraitdə, belə ağır vəziyyətdə qazanmaq mümkün olmazdı. Şəhidlər dəfn olunurdu. Şəhidlərin anaları, yaxınları, ataları deyirlər ki, dayanma. Bilirsizlər. Xalqımız böyük xalqdır və biz haqlı olaraq xalqımızla fəxr edirik. Sizinlə fəxr edirik. 30 il əzab əziyyət içində yaşamaq, çadırda, istidə, soyuqda, vaqonun altında, yataqxanada, uşaq bağçasında, amma inamını itirməmək, iradəsini itirməmək, belə oğullar yetişdirmək ki, onlar gəliblər, onlar Bakıda yaşayıblar, Bərdədə yaşayıblar, Sumqayıtda yaşayıblar, görməyiblər bu bölgələri heç vaxt. Amma gəliblər çünki torpaqça, vətənpərvərlik, sizin kimi analar, müəllimlər, məktəb və ailə bizi saxlayan, bizim dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz və gənc nəsli yetişdirən ailə və məktəb olur. Cənab Əliyevin 30 il əzab əziyyət içində, çadırda, istidə, soyuqda, vaqonun altında, yataqxanada, uşaq bağçasında yaşamısınız deyəndə nəyi nəzərdə tutduğunu yenidən görməliyik. Yenədən, dəfələrlə görməliyik, insan dözümünün son həddindən də artıq çəkilən məşəqqətin izlərini görməliyik. Bir daha xatırlamalıyıq.
bugünkü vətəndaş bəxtəvərliyimizin miqyasını, çəkisini, dəyərini layiqincə başa düşməkdən ötürü bu kadrlara diqqətlə baxaq. Uşaqlar belə. Gücəndəki yoxdur. Bunlar özünü satmalıdır. Koyun çəksinlər. Sən ayrı mütəvəssit etdir. Şükür şurada nə var ya bana. Tez-tez yaxın şərqdən, Afrikadan zavallı insan mənzərələri göstərirlər. Liviyadan, Suriyadan, Fələstindən, Ukraynadan. Elə bizim kanalda da o təsvirləri siz tez-tez görürsünüz. Uşaqlar belə. Gücəndəki yoxdur. Bunlar özünü satmalıdır. Amma o kadrlara biz sadəcə təsvir, sıradan no comment kimi baxmamalıyıq. Fələstin, Ukrayna, Suriya bizi həm də yaxın tariximizi xatırlamaqdan ötürü bir bəhanə, o günlərin içində özümüzü hiss eləməkdən ötürü bir səbəb olmalıdır. Məsələn, bu kadrları Kəlbəcərdən yenicə köçkün düşmüş, hara gedəcəklərini bilməyən bu dinc insanları xatırlamalıyıq. Sadəcə bir mənzərə, kanalı dəyişin ağır kadrdır deyə üstündən keçilən təsvirlər kimi yox. Qalib dövlətin bugünkü qürurunun, tarixi zəfərinin, məsuliyyətinin daşıyıcısı olaraq 30, 40, 50 il, 100 il sonra ümumiyyətlə bir daha heç vaxt o günlər başımıza gəlməsin deyə xatırlamalıyıq bu kadrları. Bu da deyirəm, bu da deyirəm. Hamısı. Familiyan nədir Fatma? Askerova. 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 Sen otur koy sana sen ne? Gaz zavodun yok desen desatı baskana sastım İsmail İskılat. Yolda dramatı kırdırırlar. Mina temizden gelen mi? Bilmeyen adam yolda ilaç geçtiği yerde düşür. Ne kadar elesi var böyle fikir. Elesi bir kadar şikast kalıptı. Bilmeyen adam yolda ilaç geçtiği yerde düşür. Ne kadar elesi var böyle fikir. Elesi bir kadar şikast kalıptı. Anasının kürəyinə bağladığı bu balamızın dərdi Damokl qılıncı kimi hər birimizin rahatlığının, komfortunun, huzurunun çiyini üzərindən asılmalıdır. Bu kadrlarda bizim 30 ilimiz ağlayır. Bir körpənin üzünün yarasında, əzab dolu simasında, ağrılarında. İndi böyük qayıdışın şərəfini, fədakar quruculuq dövrünü yaşayan Ağdamın Muğam mərkəzində Qarabağ şikəstəsi oxuyan uşağın səsi həm də ona görə təsirli, ona görə yanıqlıdır ki, içində o çağaların da, o çağların da əzabları haray çəkir.
Bugün İlham Əliyev Qarabağın hər güşəsini, elə muğam güşələri də daxil olmaqla bərpa eləyir, inşa eləyir. Həm də Qarabağda Heydər Əliyevin irsini qaytarıb yerinə qoyur. Azərbaycan dəmir yollarının xəttə buraxdığı dövrümüzün bu ən müasir qatarından o dövrə, ötən əsrin 70-ci illərinin Qarabağına keçirəm. Biz 1979-cu il 12 yanvar stansiyasında dayanacağıq. Azərbaycanın rəhbəri Heydər Əliyev Ağdam, Xankəndi vağzalını və Xankəndi dəmir yolunu açacaq. İndi isə bu kadrlara baxaq və varisi dinləyək. Prezident İlham Əliyev Ermənistan işğalının daha bir nəticəsini aradan qaldıracağını elan elədi. Ağdam, Xankəndi vağzalı, Xankəndi dəmir yolu ilə bağlı. Bugün səhər Ağdam dəmir yolu vağzalının açılışını qeyd etdik. Ağdama Bakıdan, Gəncədən, digər bölgələrdən rahat gəlmək üçün indi gözəl imkanlar var. Eyni zamanda Ağdam Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə biz başlamışıq və yəqin ki, 1 il yarım, maksimum 2 il ərzində Xankəndi şəhərində vağzal kompleksi tikiləcək. Biz İlham Əliyevin, Heydər Əliyevin yolunu yalnız mənəvi yox, həm də coğrafi olaraq necə getdiyinin, düşən daşları yerinə necə qaytardığının canlı şahidləriyik. Bunu sübut etmək üçün onlarla fakt saymaq olar, amma mən onlardan cəmi ikisini təqdim edirəm. Birincisi, İlham Əliyevin Vaqif poeziya günlərindəki çıxışı zamanı istinad elədiyi hadisədir. Əziz dostlar, təxminən 40 il bundan əvvəl bax bu yerdə atam durmuşdu, mən isə bax o tərəfdə durmuşdum. Şaxtalı, qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra ikinci dəfə 82-ci ilin iyul ayında, iyulun 29-unda atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif poeziya günləri keçirilirdi. Bugün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif poeziya günləri keçirilərkən atamın 59 yaşı var idi. Bugün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var. Tarix təkrarlanır. Deməli, yəqin ki, 1 il yarım, maksimum 2 il ərzində Xankəndi şəhərində vağzal kompleksi tikiləcək. İkincisi isə Ağdamın məşhur Cümə məscidinin ulu öndərə təqdim edilən çınqılıdır. Biz onu dəfələrlə göstərmişik sizə. This is a piece of tile from the mosque in Ağdam. Bu Ağdamdakı məsciddən bir hissəsidir. Bu da artıq o məscidin bərpa edilmiş binası. Heydər Əliyevin arzusunun həyata keçmiş şəkli. İlham Əliyevin ailəsinin bərpa etdiyi tarix. Ağdama dəmir yolu ilə gedirik və əgər dəmir yolu üzərindən yanaşsaq, bu həm də liderin ulu baba, əcdad yoludur. Bu mənada İlham Əliyevin Azərbaycanı qlobal təhliz, beynəlxalq yol ölkəsinə çevirməsi həm də genetik səbəblərlə bağlıdır. Amma prezident təkcə Heydər Əliyev irsini bərpa eləməklə kifayətlənmir. Daha çoxunu eləyir. O, Pənahəli xanın da izlərini, əməllərini bərpa eləyir. Qarabağın bütün tarixi dövrləri bugün prezident İlham Əliyevin saatı ilə işləyir. Ey vətən vaxtı ilə işləyir.
Biz Ağdama doğru gedirik və bu yolda, bu zaman qatarında mümkün deyil ki, bu günü 18 mayı Laçının işğal edildiyi tarixi xatırlamayaq. Başa düşürəm, Laçın işğal edildiyi gün bir yanı ilə hakimiyyətdə vəzifə bölüşdürməyə qarışan, o bir yanı ilə Qarabağı Ermənistana birləşdirən separatçılara top qaldıran başını düşmənlə şərikini işlədən, küçədən gəlmişlər və ya bu günə dək küçədə qalmışlar, o günləri xatırlamaqda maraqlı deyil. Hər vəclə mövzunu plintusaşırı gündəliklər hesabına dəyişməyə çalışırlar. Amma biz işimizi onların əməllərini unutmamaqda, unutturmamaqda da görürük. 1992-ci ildə 18 may olmuşdu. İşğal kadrlarına baxaq və Laçına daxil olan qəsbkarların, onlar kimi başqa murdarların haram ayaqlarını yurdumuzda bir daha görməməkdən ötürü zəfərimizdən 5 illik tabutlu yapışmalı olduğumuzu dərk edək. Laçının süqut tarixini sonuncu dəfə 2020-ci ilin mayında xatırlamışdıq. Artıq 5 ildir ki, o qara məğlubiyyət 18 mayından sıradan bir gün kimi bəhs edirik. Amma düzmü edirik? Bax, buna əmin deyiləm. Unutmalı deyilik. Olmaz. Həm işğalçı Ermənistanı, onun bugün də sərhədlərimizi gah atəş, gah da yad binoklar altında saxlatdıran terrorçu xislətini, həm də ermənilərə o zaman xain hücum həyata keçirmə imkanı yaradan hakimiyyət düşkünlüyünü, məsuliyyətsiz, səriştəsiz axıcı müsavat cütlüyünü. İşğaldan azad edilmiş, sahibləri Ağdama dönən, Ağdama çevrilən, Ağdam-Laçan yaşayış məntəqəsinə aparan yolda Prezident İlham Əliyevi yenidən dinləyək. Düzdür, bu sözləri Ağdamda demişdi, amma ünvan yalnız Ağdamlılar deyil, bütün dünya Azərbaycanlarıdır, əsl Azərbaycanlılar. Xalq arxamda durmasaydı, əgər hər hansı bir müharibə dövründə tərəddüd hiss olunsaydı, yaxud da ki, hər hansı bir fikir ayrılığı olsaydı cəmiyyətdə, bu qələbəni belə şəraitdə, belə ağır vəziyyətdə qazanmaq mümkün olmazdı. Prezident güllənin, mərminin, raket atəşinin altında özünü, inamını, Ali Baş Komandana dualarını əsirgəməyən xalqın dəstəyi nəzərdə tutur. O dəstək budur. Xatırlayaq. Hər şey düzələcək. Torpaqlarımız alınsın. Allah'ın olsun biz, yəni bu qədər birlik olmamışdır Azərbaycanda. Prezidentin Ağdamda keçmiş köçkünlərlə görüşdə istinad elədiyi hər bir fakt tarixi idi. Millətimizin məğlub edilməz ruhunun təsdiqi, timsalı idi. Hər iki gözünü itirmiş Azərbaycan qadınının müsahibəsini bir də dinləyək. Təkrar eləyirəm, hər iki gözünü itirmiş, amma sınmayan, ruhdan düşməyən qadın. Güclər əskərə çatmır, məcbur qalıb nə deyim, sındıqlarından istəyirlər ki, əziyyət çəksin insanlar da ona görə. Siz necə, sınmamısınız ki, ruhdan düşməmisiniz ki? Yox, hələ ümidliyəm. Ümidlisiniz ki, biz düşməni qovacağıq. Bəli. Xəbəriniz var, bugün Füzulini işğaldan azad elədik. Doğrudan. Ali Baş Komandanımız bu barədə elan verdi. Çox sevindim. Vətəni göz bəbəyinə artıq tutmaq belə olur. İlham Əliyev kollektiv fədakarlıqdan danışanda bunları nəzərdə tuturdu yəqin. Şəhidlər dəfn olunurdu. Şəhidlərin anaları, yaxınları, ataları deyirlər ki, dayanma. Bilirsiniz nədir? O zaman 44 günlük müharibə zamanı prezidenti misal çəkdiyi analardan birindən Gəncədə müsahibə almışdı. O ana verdiyi ağır itkilərə baxmayaraq sona dək getməyi tələb edirdi Ali Baş Komandandan. Prezidentimiz necə lazımdırsa onlarla mübarizə aparsın. Biz inanırıq bu haqq işinə. Biz dayanmamalıyıq, axıra kimi vuruşmalıyıq. Prezidentin bəhs elədiyi kütləvi qəhrəmanlığın içində həm də körpə balasının, Aysunun dəhşətli ölümünə baxmayaraq sarsılmayan atanın rövşən intiqam hissi də var idi. Qisas, əsas bir dəqiqəm qisas. Allah'ın da olsun bir dəqiqəm mən döyüşə getməyə hazıram. Quran haqq. Tək mən yox. Aysudan ötəri, Aysu kimlərindən ötəri hamı getməyə hazırdır bir dəqiqəm. Xalqın dəstəyi deyəndə, yəqin ki, şəhid övladının tabutunu çiynində aparan ananı nəzərdə tuturdu prezident. Xalq arxamda durmasaydı bu qələbəni belə şəraitdə, belə ağır vəziyyətdə qazanmaq mümkün olmazdı deyəndə, yəqin ki, şəhid ömür yoldaşının tabutun altına çiyin verən gəlini də nəzərdə tuturdu prezident. Bax, bu kadrlara baxandan, hər şeyi bir daha göz önünə gətirəndən sonra prezident İlham Əliyevin qəhərinin mənasını, səbəbini daha aydın dərk eləmək olur. Bilirsiniz nədir?
xalqımız böyük xalqdır. Və biz haqlı olaraq xalqımızla fəxr edirik. Sizinlə fəxr edirik. 30 il əzab əziyyət içində yaşamaq, çadırda, istidə, soyuqda, vaqonun altında, yataqxanada, uşaq bağçasında, amma inamını itirməmək, iradəsini itirməmək, belə oğullar yetişdirmək ki, onlar gəliblər, onlar Bakıda yaşayıblar, Bərdədə yaşayıblar, Sumqayıtda yaşayıblar, görməyiblər bu bölgələri heç vaxt, amma gəliblər çünki torpaq çəkir. Xalqın dözümü, kütləvi fədakarlığı barədə təqdir edici sözləri İlham Əliyev müxtəlif vaxtlarda demişdi. Məsələn, 2016-cı ildə Ağdama səfəri zamanı. O vaxt aprel döyüşlərindən bir neçə ay keçmişdi. Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan ordusu bir daha öz gücünü göstərdi. Həm vətəndaşlar, həm hərbiçilər. Hərbiçilər döyüş meydanlarında qəhrəmanlıq, şücaət göstərmişlər. Düşmənə layiqli cavab vermişlər. İşğal edilmiş ərazilərimizin bir hissəsini azad etmişlər. Vətəndaşlar isə bax burada, bu yerdə, bu dağılmış evin önündə möhkəm dayanaraq düşmənə Azərbaycan xalqının iradəsini göstərdi. Göstərdi ki, Azərbaycan xalqı heç nədən qorxmur. Azərbaycan xalqı öz vətənində yaşayır və yaşayacaq. Bir nəfər olsun bu cəbhəyəni bölgələrdə yaşayan vətəndaş yerindən tərpənmədi. Bax, məsələ də bundadır. Qaldığın yerdən davam eləmək, heç nəyi unutmamaq, yaddaşla məntiqin, niyyət və əməlin ideal müttəfiqliyində çalışmaq. Buna görə də biz az əvvəl öz vaxtının əla filmi olan Dolunu xatırlayanda bəli, Vətən müharibəmizə həsr olunmuş Dolu filmini xatırlayanda ssenari müəllifi Aqil Abbasla Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu səmimi görüşünü səbəb və nəticə bağlılığı kimi görürük. Burada ehtiram təkcə Qarabağın rəmzlərindən biri olan yazıcıya, nüfuzlu ağsaqqala yox, həm də müharibə filminin ssenari müəllifinədir. Prezident yalnız Dolu filminin müəlliflərindən birini deyil, haqlı döyüş ədəbiyyatını, ədalətli savaş mədəniyyətini bağrına basır. Bizi saxlayan, bizim dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz və gənc nəsli yetişdirən ailə və məktəb olur. Və indi əgər hansısa özünü yazıcı və ya şair sayan düşünürsə ki, prezident bizi saxlayan, bizim ədəbiyyatımız olub deyəndə onu nəzərdə tutur. İlk növbədə öz sandığını açsın, baxıb yoxlasın ki, Qarabağın 30 il işğal altında qalmasından, müzəffər qalibiyyətimizdə nə yazıb, nə yaradıb və Ali Baş Komandanımızın sözləri ona da aiddirmi? Yəni o saat qələmini gözümüzə soxmağa çalışmasın. Heç olmasa indi nəsə yaratsın ki, ali səviyyədə bəyan edilən təqdirə, arxa möhlətə layiq olsun. Məncə daha çox bizim Cəbiş müəllim, Uzaq sahillərdə, Şərikli çörək, Mən ki gözəl deyildim filmləri, Can nənə bir nağıldır, Ana və Paşdolon kimi mədəniyyət nümunələri nəzərdə tutuldu Cənab Əliyev. Aqil Abbas isə həm də o müəlliflərin yerinə ehtirama layiq bilinmişdi. Mən belə düşünürəm. Cabir Novruz ədəbiyyatına aiddir bu təyin. Qarabağın azad olunmasını görmədən vəfat eləmiş şair bizi tətikdə bu sözlərə saxlamışdı. Kəlbəcər də oldu düşmən payı, dəhşət. Cəbrayili əldən vermək dəhşətsə, Xocalının soyqırımı daha dəhşət. Vallahi, torpaq almayacaq heç kəs bizə. Biz də olduq Fələstinin tayı, dəhşət. Özümüzə güvənməmək dəhşətsə, özgələrə arxalanmaq daha dəhşət. Buna yalvarırıq durub bəzən, bizi dünya miskin, fağır sayır. Dəhşət, vəhşi olmaq, cəllad olmaq, dəhşətsə, miskin olmaq, qorxaq olmaq, daha dəhşət. Yorğan çəkir üstümüzə, uyuyuruq ilin 11 ay dəhşət. Yatmağımız qorxuzdursa, dəhşətsə, durmağımız daha müşkül, daha dəhşət. Azərbaycan yar yadda, yar bizdə.
Eşidən yox bu harayı, hayı, dəhşət. Bu günümüz qorxuncdursa, dəhşətdirsə, sabahımız kaş olmaya daha dəhşət. İlham Əliyev bizi ədəbiyyatımız saxlayıb deyəndə güldən, çiçəkdən, iskildən, miskildən şeir sızıldadan şairliyi təbii ki nəzərdə tutmurdu. Bizə tövsiyə eləyirdi ki, xalqı ayaqda ölməz Məmməd Arazın misralarının, möhtəşəm Mikail Mirzənin səsinin saxladığını düşünək. Ayağa dur, ana vətən! Ayağa dur, sil gözünü ana vətən! Sərhəddə bir yaxşı bax! Sərhəddinin kəməndinə bir yaxşı bax! Ölümünlə qalımını ayırt elə! Dur içində qorxağı qov! Dur özünü bozqurd elə! Elim günüm səninliyəm! Varım yoxum səninliyəm! Şirin yuxum səninliyəm! Yıxın məni söz atından! Atın məni tank altına! Əzin məni! Hıncım hıncım kəsmir əgər! Söz hıncım! Didim məni didim! Atın məni tank altına! Qundağdakı bir körpəni xilas edin! Neçə səni, neçə məni xilas edin! Səninliyəm ey yaradan! Səninliyəm! Məhv olmadı Azərbaycan! Səninliyəm! Ya bir mərdə yatırt bizi! Ya bir mərdə oyyat bizi! Ya yeniden yarat bizi! Ey yaradan! Səninliyəm! Səninliyəm yatmış vulkan! Səninliyəm! Ayağa qalx Azərbaycan! Səninliyəm! Ay Laçın, can Laçın, mən sənə qurban Laçın deyən ruhumuz saxladı bizi. Ay Laçın, can Laçın, mən sənə qurban Laçın. Bu da Həkəri çayıdır. Görün nə gözəl çaydır. Yəni, ali qiyməti istismar eləmək olmaz. Layiqlər öz payını götürməlidir ki, dəyər dəyməzə düşməsin. Şairlər, yazıçılar dərhal dövlətdən yeni yaradıcılıq evləri ya da elit çayxana falan istəməsin. Bizə pul verin, dolana bilmirik və s. kimi fürsətçiliklər olmasın. Ədəbiyyat həyat üçündür, Azərbaycan üçündür bugün. Yalnız belə olanda dövlətə, xalqa, millətə faydalı olur. Yeri gəlmişkən bir şeirində müəllifi Elçin Mirzəbəylidir. Onun şeirinin bu saat getdiyimiz bu qatara dəxli var. Kabus qatarı adlanır o şeir. Ağdam işğal altında olanda yazılıb. Son bəndi belədir. Hər gecə Ağdama bir qatar gedir, ayrılıq daşıyır, qayıtmır geri. Hər gecə Ağdamdan bir qatar gəlir, didərgin ruhlardır sərnişinləri. Didərgin ruhlardır sərnişinləri. Və indi mən Bakı Ağdam qatarındayam. Sərnişinlər kabus deyil, hamısı canlı, diri sərnişinlərdir. Əlbəttə, yəqin ki, bizim görmədiyimiz sərnişinlər də var, amma onlar kabus deyil, onlar müqəddəs ruhlardır. Bizimlə gedir, bizimlə də geri qayıdırlar və onlar bizdən məsuliyyət tələb edirlər. Əlimizdə olan qələbə ilə son dərəcə ehtiyatla rəftar eləməyimizi istəyirlər. Salıb sındırmayaq, parça-parça, laxta-laxta eləməyək deyə. Bir neçə gün əvvəl 15 mayı da xatırladıq. 1992-ci ilin 15 mayını, Bakının yollarında şütüyən zirehli texnikanı, parlament binasının qapılarını sındıraraq içəri soxulan güruhu. Пакет! Снимите все! Не бойся, снимите все! Aşağı. Azap bizimkilerden bahset ya.
dayanaq, düşünək. Azərbaycan o cür təhlükəli oyunlarda əldən gedirdi. Qarabağın, Şuşanın, Laçının, Xocalının, Kəlbəcərin itirilməsi hakimiyyətin əldə edilməsi ilə unutdurulurdu. Laçın ona görə gedirdi ki, kimlərsə hakimiyyətə gələcəkdi. Biz tarixi başımızın altına qoyub yatmamalıyıq. Başımızın üstündə, gözümüzün qabağında asmalıyıq ki, həmişə görək. 1993-cü ildə müsahibə götürdüyüm əskərlər yerləşdiyi nöqtələrdən danışanda bəzən belə deyirdilər. Atsız yüksəkliklər. Məncə belə toponimlər coğrafi baxımdan düz olsa da, mənəvi baxımdan artıq səhvdir. Çünki Qarabağda, Şərqi Zəngəzurda, ümumiyyətlə Azərbaycanda daha atsız yüksəklik yoxdur. Bütün yüksəklərin adı var. Hamısı zəfər adınadır. Bir neçə il əvvəl Qlobal Media Forumuna Şuşaya Prezident İlham Əliyev Londondan gəlmişdi. Bu dəfə Albaniyaya, Avropa sammitinə Ağdamdan sonra getdi. Bu sadəcə bir səfər deyildi. Bir böyük qayıdış idi. Amma bizim deyil, bizə qayıdış idi. Ola bilsin və yəqin ki, tam mütləq qayıdışdan danışmaq hələ tezdir. Amma haqqın, ədalətin qələbəsindən sonra qoca qitənin aqressiv gücləri məhz Albaniyada Azərbaycana tərəf qayıtmağa başladı. Tiranada Avropa İttifaqı Şurasının prezidenti Antonio Costa, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Prezident İlham Əliyevdən şəxsən görüş xahiş elədilər. Yenidən Azərbaycanın vacib etibarlı tərəfdaşlığını, xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi, bir sözlə rəsmi Bakının dəyərini, qiymətini, beynəlxalq faydasını etiraf eləməkdən ötürü. Yenidən boyunlarını almaq üçün ki, bəli, Mərkəzi Asiya regionunda və Orta Dəhlizdə aparıcı rol Azərbaycana məxsusdur. Bizə desinlər ki, Azərbaycan təkcə bölgədə yox, geosiyasi hövzədən xeyli kənarda da ən müxtəlif qütbləri yaxınlaşdıran etibarlı körpü və mühüm platformadır. Yenə də vurğulamalıyam. İlham Əliyev yaxınlaşmadı. İlham Əliyevə yaxınlaşdılar. İlham Əliyev öz mövqeyini dəyişmədi. Ona qarşı olanlar mövqelərini dəyişdilər. Məsələnin məndən ötürü xüsusi əhəmiyyəti həm də budur. Yadınızdadırsa, şərhlərimizin birində belə də demişdik. Azərbaycanın siyasəti mərd və alicənab məzmuna malikdir. Bakı ona qarşı atılan namərd addımlara namərd addımla cavab vermir. O öz yerində, öz ləyaqətində qalır. Qarşı tərəflər, əks olanlar geri dönüşə məcbur olurlar. Anti-Azərbaycan narrativ, sanksiyalar və təhdidlərlə müşayiət olunan kurs qüvvədə olanda da biz Avropanın 10, eləcə də Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında öz rolumuzu oynayırdıq. Üzləşdiyi qərəzə baxmayaraq Azərbaycan orta dəhlizə şlaqbaum asmamışdı, onu arxa rəfə atmamışdı. Ona görə də Avropa İttifaqı Şurasının prezidenti Antonio Costa və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen ilə görüşdə utanan tərəf biz olmadıq. Ona görə Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri səviyyəsində Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın bərpa olunan enerji resurslarının ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq haqqında sazişdən, Qara dənizin dibi ilə bərpa olunan enerji resurslarının ixracı üçün elektrik kabel xətti layihələrindən Qərbin gözünün içinə dik baxaraq danışırdı İlham Əliyev. Qərb isə deyəsən haqq yoluna qayıdır. Daha doğrusu qayıdırmış kimi görünür. Misal üçün, Avropa Şurasının baş katibi Alan Bersenin Real televiziyasının xüsusi müxbirinin sualına cavabından belə çıxa bilir. Cənab Baş katib, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz mövqe nümayiş olunur. 2 ildir ki, nümayəndə heyətimiz sessiyalarda iştirak etmir. İkili standartlar nədən qaynaqlanır? Nə vaxt onların hüquqları bərpa olunacaq? Bizim bildiyiniz kimi 46 üzv ölkəmiz var. Bizdə Katibliyin Nazirlər Komitəsi səviyyəsində güclü şəkildə Azərbaycanla təmasları davam etdirir. Mən bildiyiniz kimi ötən ilin noyabrında Bakıda olmuşam. 3 həftə bundan əvvəl Antalyada Prezident İlham Əliyevlə görüşmüşəm.
Biz münasibətlərimizin necə inkişaf etdirilməsi üzərində çalışırıq. Bu görüşlər olduqca əhəmiyyətlidir. Bununla ümumiyyətlə bütün 46 üzv dövlətin birlikdə necə işləyə biləcəyi müəyyən olunacaq. Hər birinin tam şəkildə iştirak edəcəyi ilə bağlı çalışırıq. İndi isə kiçik bir yaddaş təmrini xatırlamağa çalışaq. COP29 ərəfəsi hələ ondan da bir xeyli qabaq Azərbaycana beynəlxalq ünsiyyət acılığı elan eləmiş Qərb necə aqressiv idi. Amma bugün Azərbaycan mediasının suallarına cavab verməyə məcburdur. Respondentlərimizin sırasında daha kimlər yoxdur? Azərbaycan prezidenti ilə görüşdünüz, İlham Əliyevdən nə danışdınız? Görüşə dair məlumat verə bilərsinizmi? Cənab Prezident, İstanbul görüşü barədə nə düşünürsünüz? Cənab Baş Katib, Avropa Şurası Parlament Assambleyasında 2 ildir ki, nümayəndə heyətimiz sessiyalarda iştirak etmir. İkili standartlar nədən qaynaqlanır? Cənab Baş Katib, belə çıxır ki, bəzi qərb dövlətləri Ukrayna münaqişəsinin sonlanmasında maraqlı deyil. Səbəb nədir? Cənab Paşinyan, yeni Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsinə istinad olacaqmı? Azərbaycan mediası bugün xəbər yayıcı deyil təkcə, həm də xəbər istehsalçısıdır. Made in Azərbaycan brend xəbərlərin beynəlxalq istehlakçı tərəfindən inanılaraq qəbul edilməsi həm də Azərbaycan mediasının haqlı işinin məntiqi nəticəsidir. Uzun müddət beynəlxalq bossların müxtəlif respublikalarda azad media adına öz ölkələrinin agentlərini, casus və çoğulçularını yerləşdirməsi, bu yolla dövlətlərin daxili işlərinə qarışmaq xətti son bir ildə laxlayır, sökülür və sıradan çıxır. Bu, öz-özünə baş verən proses deyil. Azərbaycan kimi müstəqil dövlət də öz media mühiti ilə nümayiş etdirdi ki, gələcək milli maraqlara söykənən media ilə mümkün olacaq və biz yalnız müstəqil mediamızın əlinə, kamerasına, mikrofonuna baxırıq. Dünya da bizə baxır, bizim əlimizə, bizim mikrofonumuza, bizim kameramıza. Tamaşaçı, dinləyici, oxucu, bir sözlə xəbər istehlakçısı həm Azərbaycan vətəndaşı statusunda informasiya təhlükəsizliyi baxımından tam arxain ola bilər, həm də dünya istehlakçısı məhsulu istehsal edən bazadan birinci əldən ala bilər. Bir zamanlar necə deyərlər, Biləcəri stansiyasının o yana gedib çıxa bilməyən gölməçə, nohur mediası indi xəbərin dünya okeanına çıxış əldə edib. 44 günlük müharibədə Prezident İlham Əliyevin verdiyi yeni, həm də ultra çevik ton öz təkanverici gücünü milli mediamıza da ötürdü. Yəni, məsələn, bugün Rusiyada, xüsusilə bu ölkədə ayrı-ayrı telegram kanallarda anti-Azərbaycan təbliğatına başlamaq təlimatı verənlər başa düşməlidirlər ki, öz ayaqları üzərində möhkəm dayanan Azərbaycan mediasının istənilən təhdid və təzyiq epidemiyasından peyvəndi cavab verməyə ürəyi, düşünməyə beyni və tapdalamağa ayaqları var. Rusiya təyyarəmizi vurandan sonra öz informasiya tarlasında davranışı ilə ölkəmizə, o cümlədən media resurslarımıza qarşı misilsiz kiber hücumlara rəvac vermişdi. Amma informasiya təhlükəsizliyini qorumağı bacardıq. Yəni, əgər kimsə bugün özünü ənlikli kirşanlı, təbəssümlü meykaplı ya da manyak maskalı aparırsa, bu rəngləri silməyin, maskaları yırtmağın, hər şeyi olduğu kimi göstərməyin əsas səbəbi milli maraqlar kursuna istinad edən Azərbaycan təfəkküründəki peşəkar müttəfiqliyidir. 44 günlük müharibədə İlham Əliyev az qala hər gün Qərbin monster mətbuat vahidləri ilə açıq döyüşə çıxan, bütün görüşlərdə təmiz üstünlük əldə etməyi bacaran ən yaxşı media təmsilçisi tək bizə, mətbuatımıza nümunə oldu. Dövlət başçısının media təmsilçilərini özü ilə dünyaya çıxarması, uzun müddət bir yerdə qalmaqdan xarab olmuş mətbu suyun, mətbu havanın dəyişdirilməsi öz sözünü dedi. Biz öz dövlətimizlə, prezidentimizlə birlikdə güclü olduq. Ona görə də Makronun öz meydançasında Avropada prezident İlham Əliyevin ayağına gəlməsi, liderimizin əlini bu şəkildə çıxması, üzünə üzlər taxması şəxsən məndən ötürü həm də Natəbanın heykəlini batırmış fransızların üzrxahlığıdır. Özü də bunu məhz ən pünhan yerinə bir neçə köynəyə yaxın qoruduğu Ermənistanın baş nazirinin yanında etməsinin, bununla da Türkiyə və Azərbaycan liderlərinin kampaniyasında siyasət yeni yetməsi məhsumu təsiri bağışlamasının xüsusi mənası var. Elə bir zaman Xocalıda, Qaradağlıda, əski parada qanımızı içən ermənilərin bugün bizi qəhvə içməyə dəvəti də düşündürücüdür. Biz öz sözümüzdə imzamız qədərik. Çətirimiz də öz əlimizdə. Onu hətta bizim başımıza yağış yox, güllə yağdırmağa hazır olanlara belə təklif eləyəcək qədər ali cənabıq, xeyirxaxıq, geniş ürək sahibiyik.
Amma bəs onlar? Onlar Qərbdə, Avropada nə qədər səmimidirlər? Bunu izləyəcəyik. Trump Amerika Birləşmiş Ştatlarında hakimiyyətə gələndən sonra az qala bütün dövlətlər, bütün geosiyasi vektorlar bir neçə dəfə dəyişib. Təyin və təyinatlar dəyişib. Amma prezident İlham Əliyev istisnadır. Biz cənub qonşumuzun da yenidən hər şeyi sıfırdan başlamaq iradəsinin şahidi olduq. Qardaş Pezeşkiyanın eşq və yan arasında qalmadığını nümayiş etdirməsini səmimiyyətlə izlədik. Çin kimi nəhəng ölkənin Azərbaycana öz adına miqyasına layiq yanaşması, Çin adına Çin miqyasına layiq yanaşması, 10 milyonluq ölkəni milyarddan artıq sayması öz sözünü dedi. Amma görünür milyarddan artıq olmaq heç də həmişə Türkün sözü, nüfus, yəni adam sayı olmaq ölçüsü deyil. Məsələn, Qlobusda bir Hindistan da var və o bugün özünü lap rupi yerinə qoyub. Bir qəpiklik davranışı yoxdur. Dünyanın ən çox əhalisinə malik olan Hindistan Azərbaycanla ayağa qoyur. Öz xarici siyasətində Azərbaycanı düşmən gözündə görür. Gah Ermənistan Azərbaycana qarşı silahlandırır, ona hücum silahları verir. Azərbaycan xalqını təbii ki, hədəf almaq üçün, dinc insanlarımızı öldürmək üçün, gah BRICS və başqa belə beynəlxalq təşkilatlarda Azərbaycana qarşı iş aparır. Amma biz Hind xalqına münasibətimizi Hindistan hakimiyyətinə yanaşmamızla eyniləşdirmədik. Aydındır ki, Hindistan Azərbaycana, Türkiyəyə, Pakistanı dəstəklədiyinə görə açıq düşmənçilik edir. Amma qəribədir ki, eyni siyasəti yürüdən Çinə, Səudi Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə sadəcə susur. Rəsmi Dehli anti-Azərbaycan isterikası içindədir. Öz vətəndaşlarını bizim ölkəyə turist səfərləri eləməməyə, baykota çağırır. Baxmayaraq ki, nə turizm, nə də biznes siyasətə qatılmalıdır. Övladının adını Amit, Rac, Indira qoyan Azərbaycanlı xarakterindən ayıbdır bu. Turizm də insan münasibətinin bir şəklidir axı. Yəni Hindistan Azərbaycana bir dosti naraha, piyari naraha oxumaqla iqtisadiyyatımızı qopal gülləsinə tuş gətirəcəyini güman edirsə yanılır. Bundan dünyamız dağılmayacaq. Azərbaycana gəlsələr də xoş gəlirlər, gəlməsələr də xoş getdilər. Bizim ölkə turizm sənayesini ənənəvi 2 Hind seriyasının tərkinə bağlamayıb. İldə dünyaya 140 milyon turist yollayan Çinin canı sağ olsun. 3-4% Çinli gəlsə bəsimizdir. Necə deyərlər, ayağımızdan girib başımızdan çıxar. Biz prezidentin Çinə dövlət səfərinə yenidən təsadüfən qayıtmadıq. Bu səfərdə hər şey var. Elə günün Avropa qayıdışının, daha doğrusu Avropanın Azərbaycana doğru qayıdışının böyük şərq üzərindən anonsu da. Azərbaycan öz ərazi bütövlüyünü həm də belə bərpa eləyir. London vaxtını, Pekin vaxtını, Tehran vaxtını nəzərə alır əlbəttə, amma öz içində Şuşa vaxtı, Ağdam vaxtı, Xocalı, Zəngilan, Laçın, Kəlbəcər bir sözlə bütöv Azərbaycan vaxtı ilə yaşayır. Elə bu qatar da Bakı vaxtı ilə hərəkət edir. Bütöv Azərbaycana doğru. Yaxşı yol.